Herkese selam, kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumuza başlayırıq. Bugün nihayet ki qərara geldim vlog çəkməyi. Sözün düzü çəkməməyimin səbəbləri var idi. Hem biraz tembellik idi, hem biraz bayram havası. Nəysə özümü yaxşı da hiss eləmədim bayramdan sonra. Hətta xəstəxanaya da düşdüm. Ona görə də vlog falan çəkmirdim. Artıq toparlamışam özümü. Demək bir ara kızlar çəkim dəhşətli dərəcədə qalxmışdı. Bir azca indi düşüb və bugün istədim çıxım biraz çöldə gəzim. Çöldə də ki maşallah olsun. Hava dəhşətlidir də yəni. Burada kızlar hələ yaxşıdır, yerimə olur. Mən evdən çıxdım. Sizə göstərim də. Oradan çıxdım. Geldim fırlanın bu binanı böyle kurdum. Geldim buradan çıktım abratla bu tarafa. Çünkü biz taraf biraz babattı. Burada yerime olur. Ama başka yerlerde inanın o kadar su var ki. Qar əriyib, küçənin ortasında su toparlanıb yerime olmur da. Hem sürüşkəndir. Buz qarın altından buz əriyib. Demək qar əriyib, buz qalıb üstü altından. Ayağını atırsan все getdin. Maşallah olsun eşinə. Ona göre de qərara geldim ki bu yana gəlim fıranım. Biz tərəfdə yine biraz babatdı. Burada yine asfalt. Şükür Allah'a ki çıxıb. Burada yerimək olar. Biraz o yan bu yana gedim. İnanın çıxmışam. 8 dəqiqə cəmi yerimişdim. Elə bilirdim ki Antarktidaya gidip gelmişəm. Bu kadar напряжение ile insan yeriyir. İstədim bu magnete gireyim. Sonra gördüm ki burada nəsə alıb evə aparmaq mənə ağır gələcək. O görə bundansa elə öz manetkamıza gedəcəyik. Elə bu itləri də götürüb çıxardılar bayra. İnanın hər yan mundarçılıqdır da yəni. Hər yan. Mən demək qızlar bayramdan sonra biraz mədəm pozuldu. Mən ümumiyyətlə şirin şeyləri yemədim. Bişirmədim də. Sadəcə aldım. Burada da ki kim öz uşağı ilə gəzir, körpəsi ilə, kimisə də ki itlərlə. İnanın hər yanı püskünə qoyurlar da. Hələ bunlara ştraf da tədbiq eləyirlər. Amma arxalarınca heç təmizləmirlər də. Püskünə qoyublar. Şəhər başdan ayağa bunların zibilidir. Hava biraz yaxşı olan kimi insanlar çıxır ki, yəni biraz təmiz hava alsın da. Bunlar da insanları əməllicə gicəldirlər. Zibillər bir tərəfdən çıxır meydana. Çünki qar əriyirdi ya. Bütün zibillər çıxır meydana. Bu tərəfdən də ki bunların zibilləri. Bir baxın heyvanları, cücələri burada dən verirlər, çörək zat gətirib tökürlər. Onlar da yemirlər deyə qızlar görürsünüz. Xaraba günə qoyublar bu yanlara. Bərbad vəziyyətdədir də yəni. Çörəkdir tam bura. O şeylər üçündür, göyərçinlər üçündür. İndi də göyərçinləri yedizdirməyindəki ştraf tədbiq eləyiblər. İnanmıram, bundan belə kimsə gəlib bunları yedizdirsin. İnan hər şey burada belədir. Hər şey ştrafdır, hər şeyə. O qədər qanun. Aprelin 1-dən yəni. Dünən yox, sıra günü idi aprelin 1. 2 günə deməli aprelin 1-dən o qədər inanırsınız ştraf tədbiq eləyiblər ki, yeni qanunlar çıxıb. Dəhşətli dərəcədə də. Baxın bu yanlarda yerimək ümumiyyətlə münasib deyil. Bu asfaltla insan yeriyə bilir. Bunlar da yolun axırına kimi gedəcək, indi qayıdacaq. Bu da bizim yolumuz. Burada qızlar şəhər bitir. Deməli bizim mikrorayon 8-ci mikrorayondur. Burada axırıncı evlərdir şəhərdə. Şəhəri yəni sever tərəfinə deyim də sizə. Amma bu yanda artıq yoxdur işinə. Deyirlər burada da. Burada belə meşələr var idi, indi bunlar da azaldıblar. Deyirlər burada da indi 9-cu mikrorayonu tikəcəklər yəqin ki. Allah eləsin heç burada olmayım, heç görməyim də istəmirəm də. Çünki mən inanın bir damcı mənim axotum yoxdur da yəni. Belə bir yerdə yaşamağa. Bir damcı. Səhər oyanmışam. Dünən gözümə detoks eləmişdim. Detoksu yarıya kimi gətirdim. Axşamüstüyə kimi. Ondan yana gördüm yox da. Sadə
səbrim çatmadı, mənim yemək istəyirdim, acmışdım. Mən Belkova diyeti şey edirdim və detoksu saxladım yarıda. Və bugün gördüm tərəzidə ki, heç nə dəyişilməyib. Mənim zəhmətim də elə günün yarısı özümü işləmişdim. Elə də qaldı. Toyuq yesəydim tək heç nə olmazdı. Çünki səhər 2 yumurta yemişdim, bir yerdən qatıq içmişdim. Axşama tək toyuq yesəydim normal olardı. Amma mən hələ kükü də yedim yanında. Ona görə qatıb qarışdırdım. Biraz da tohum falan, ona görə belə alındı. Hal-hazırda qızlar çəkim. Ümumiyyətlə sizə bir söz deyim, 100'ə qalxmışdım. 100'dən də 101 kiloydum artıq. Bu dərəcədə çəkim qalxmışdı. Çünki işləmirəm, bir şey eləmirəm, evdə oturmuşam. Vlog da çəkmirəm. Heç bir, necə deyirlər, mənə bir şey gəlsin ki, nəyə görəsə çəkirsən, motivasiya yoxdur. Ona görə də çəkim elə qalxmışdı. Ondan sonra şükür Allaha ki, indi o vaxtdan atmışam. 90, deməli 101'dən qıza gəlib düşmüşəm 96-700'ə. Amma yenə də bu çoxdur, həddindən artıq. Bir tane təzə metod dedilər. Təzə də bəlkə də deyil. Bəlkə də çoxlarınız bilir qızlar. YouTube'da, TikTok'da bir qız var, göstərir. Bununla qız həm diyet eləyib, həm də onunla o 20 kilo çəki atıb 22 kilo axşamlar çondur qatıqla yeyir. Mən də 1-2 dəfə eləmişəm. Düşünürəm ki, bəlkə 10 gün həqiqətən davamsız eləyim, nəticəyə baxım. Sadəcə mədəmdən qorxuram. Çünki mən xəstəxanalı oldum. Mədəmə görə, bilmədim. Mədə görə idi, ya nə idi. Dedilər rotavirus, amma rotavirus deyildi. Çünki evdə heç kəsi tutmadım məndən savayı. Ona görə də yəqin ki, rotavirus deyildi. 5 gün xəstəxanada yatdım. İnanın, bərbad vəziyyətdə idim də bayramdan sonra, Novruz bayramının axşamı xəstələnmişdim. Ondan sonra 2 gün evdə elə muçisi oldum. 94 kilo ilə getdim больницaya. Çəkim düşmüşdü, xəstəydim. Heç nə yemirdim, dönməklə. Sadəcə sport peçeni ilə qalırdım. Ondakı heç gündə birini yeyə bilmirdim. O dərəcədə halım pis oldu. Dərman da içirdim. Heç nə xeyir eləmirdi. Mənə sadəcə sistem lazım idi ki, qanım yuyulsun. Mən də elə şeylərin tərəfdarı deyiləm. Amma indi bundan sonra yəqin ki olacağım. Çünki mən ümumiyyətlə mənim sistem, nə bilim vallah, nə vaxt doğuş zamanı vurulur. Belə şeylər. Amma mən heç vaxt sistem belə vurulmayıb. Bir də nə vaxt mədəm yazma olan vaxtlarında həkim yazmışdı müalicə, onda olub yəqin ki. O da evdə çox pis vəziyyətdə xəstə olmuşdum. Amma indi mən düşünürdüm ki, heç sistem xəyalıma gəlmirdi də nəsə vurmağa. Onlar vurdular, günü 3 sistem vururdular, ağrılı iğnələr vururdular. 5 gün ərzində sağaltdılar, çox şükür. Allah razı olsun. Çıxdım, gəldim evə. Evdə də уже başladım qudurmağa. Yenə də yedim. Abratla 2 kilo, paşta 3 kilo abratla yenə də yığdım. Bu demək olar ki, bir həftə 10 gün ərzində. Atdım da, yığdım da. İndi şükür Allaha, yaxşıdır hər şey. Dünənki detoksu gördüm, başa düşdüm ki, çətin oldu mənə. Mən bugün qızlar düşünürəm ki, artıq mənə lazımdır yəqin aralıq oruç. Çünki nəsə özümə çox qadağa qoymağa mənə düzgün gəlmir. Ya bu şeylə eləyəcəyəm, aralıq orucuna, ya da ki sveklo, çuğundurla qatıq axşamlar. Yəni gündüz normal yemək. Açdım yeməyi yox. Gündüz normal yemək, axşamda çuğundur qatıq yemək əvəzinə və belə yola verək. Baxın görün çəki necə düzələcək. Çünki bizi də toya çağırıblar. May ayının 5'ində qonşu şəhərə yoldaşımın qohumudur. Bacısının nəvəsinin toyudur. Ona görə də bizə də inşallah ki Allah yol açsın, biz də gedək. Hardasa 5 saatlıq yolludur yəqin olaraq maşınla. Düzdür belə, bu niyə çatır? Suya baxın qızlar, keçmək olmur. Çıxmışam bura dağ təpəsinə. Baxaq görək necə. İnşallah Allah qismət eləsə gedərik. Ona görə düşünürəm ki donlarıma uyğun, bilmirəm, təzə donumu giyəcəyəm, yoxsa bir də mavi donum var, onu düşünürəm. Təzə donumdakı heç geyinməmişəm. Valbresten zakaz eləmişdim. Korişnoy rəngdə. Baxaram da.
Çünki indi hamı da korişnik geyinir. Elə mavi də həmçinin. Mavi də göy sini rəngdir. Yoxlamamışam əyni mən sözün düzü. Amma santimetrlərdə özümdə qızlar fərqi çox görürəm. Çünki mən çəkim çox olanda santimetrlər də çoxalmışdı. İndi azdır. Həm də özümə qızlar bir dənə dinamik zavodic eləmişəm. Dinamiki yazıram. Hər şeyi gündəliyə, nə yeyirəm, nə içirəm. Həm adım sayılarımı, həm gün ərzində tansı, gündə 10 dəqiqə, 15 dəqiqə oynamaq evdə dəli kimi. İşte o bu çəkim geçsin, həm də kömək edir həqiqətən də. Eləməyən günləri artıq başa düşürəm ki, dijeniyam az olub. Bu məncə bu bildim ki, qızlar həyata düşəndə məsəl gəlib burada gəzəcəm. Xətə bu belə super gözəl yerdir, yəni ki, dırnaq arası. Qızlar artıq evdəyəm. Gəlmişəm, getdim mağazina, monetka dəydim, gəldim. Ev inanın o qədər istidir. Mən gələnə kimi xəbər zəng elədi ki, mama, mənə lazımdır dərsə getməyəm. Demək, bugün məktəb yoxdur elə qızlar, birinci gündən də dərs. Amma biz VP-ə hazırlaşırıq deyə bütün dərsləri xəbər gedir, məşğul olur. Maşallah qəşəng balda yığır. Belə, indi sizə göstərəcəm nə almışam. Pəncərəni açdım gələn kimi. Burada da mənim gülümdür qızlar, çəhrayı rəngdə. Çünki çəhrayı güldür, rozalar. Mağazina getmişdi, yoldaşımdan xoşum gəldi, aldı mənə. Demək qızlar, bir dənə toyuq aldım. Evdə toyuqları idi sözümüzü. Balkonda da artıq heç nə saxlaya bilmirik. Çünki havalar o qədər istiləşib ki, plus 2, plus 4, даже plus 8 olub bizdə bir dəfə. Ona görə balkonda artıq heç nə saxlamaq olmur. Şükür Allah'a ki istiləşib. Bunlar qızlar Savuşkin produktların. Dırnaqlarım bu arada sabah yazılmışam. Bu adi lakdır. Qısadır, biraz dedim rahat gəzim sonra. Hardasa xəstəxanada uzanan vaxtları, demək mart ayının 26-sında dırnaqlarımı qırmışam hamısını. Belə biraz rahatam. Nəsə. Belə bir dənə pendir aldım qızlar, Viola. Bunun yağlığı azdır. Demək light yazılıb görürsünüz. 19% idi. Üstündə 19 yazılıb, 16 deyirəm. Bilir, yalan demək olmaz. 2 dənə biber götürmüşəm. Salat üçün. 3 ədəd qızlar belə bizim lavaşdan götürdüm. Üstündən görün yazılıb Azərbaycan lavaşı. Sonra bu pendiri yoldaşıma götürdüm. Mən bunlardan xoşlanmıram, sevim. Görəcəm daha nədir burada. Soğan az götürdüm qızlar. Çünki şeydir, ağır idi deyə istəmədim taskat eləməyə. Bir dənə azerit götürmüşəm. Bu da bizim Azərbaycanındır, bilirsiniz. O qabları, qazanları o yaxşı təmizdir. Bir dənə kəsmi götürdüm. Kəsmiyim var idi evdə. Ona görə bir ədəd götürmüşəm. Hardasa 2 paçkaya yaxın kəsmiyim var. Bunlar demək razıqlitillərdir. Kötüldən, yəni. Sonra bu qədər şeydir. 2 ədəd salfetki götürdüm aksiyayla. Bunlar çox ucuzdular. Bunların qiyməti bilmədim heç valla 49 manata idi yəqin rubla. 2 ədəd belə kofe götürdüm kapuçina. Sonra 2 ədəd ayrısından götürmüşəm. İndi onu da göstərəcəm. Bir paket belə pomidorlar götürdüm. Bunların da qiymətləri bahadır qızlar. 300 neçə rublardır o pomidorlar. Bu xiyarlar da bahadır biraz. O birisindən nisbətən. Demək bunlar popriçiklar da, yəni belə xiyarlardır. Demək düz xiyarlar, onların qiyməti 169 rubladır. Amma 169 rubulda eləyir hardasa 3 manat 20 qəpik belə. 3 manat 30 qəpik düzün desəm. Bunlar biraz bahadılar qızlar. Bunlar hardasa 5 manatadır bunun qiyməti çəkisi. Bu dadlıdır deyə bunu götürmüşəm. Bu xırda almalardır. Xoşum gəlir. Həm qız da yeyir uşaq, həm də mən zapikat eləyirəm qızlar. Bu xofqada nə qəsəqanda verilir. Xoşum gəldi ondan. Belə bir dənə qreçka götürmüşəm. Mənim kapuçinam burada. Bu kapuçinamı mən çox sevirəm. Bunları xoşlayıram. Bunlardan isə mən Azərbaycanda içmişdim. Bir dənə də belə barbekü sosu götürdüm qızlar. Belə. Burada qızlar bayramdan qalma. Demək belə bir dənə səbət almışdım. İçinə fındıq falan tökmüşdüm. Bunu yer belə eləməliyəm. Daş olub. Şəkərdir. Demək. Bunlar qızlar bitoçkilərdir. Bunlar toyuqdandır da görürsünüz.
İznejne kurinova file. Bilmirəm abede neyini, yəni bunlardan bişirim. Hələ belə toz kalbasaları da var. Düşünürəm ya bunlardan bişirim, ya da bu solu yemək eləyim. Hələ fikirləşirəm. Bir dənə də belə avaşın esimesim var. Bunu da indi hazırlayacağım qızlar. Özüm üçün. Yoldaşım ümumiyyətlə belə şey yeyəcəm, amma mənə tərəvəz xoşdur da, yəni mən hər formasında sevirəm. Həyata baxın qızlar. Qar belə artıq əriməyə başlayıb, şükür Allaha ki. Bəzi yerlərdə asfalt görünür, amma burada lujaykalardır. Bunlar sudur hamısı qızlar. Bunun üstünə yerimək mümkün deyil. Amma şükür Allaha ki, evin dalında mən yer tapdım. Çox sevindim. Sabahdan buraya düşüb gəzəcəyəm. Gecələr gəzə bilmirəm, çünki yoldaşım evdə olur. Amma gündüzlər mən rahatca çıxıb gəzə bilərəm, vaxtım da var. 6 bazar sabah 6-cı gündür artıq, yoldaşım evdədir. Əgər evdə olmasa çıxıb gəzərəm. Çünki yoldaş evdə olanda bilirsiniz də, hamısında eyni formadadır. Yəni ki, biz evdən çıxanda onların xoşlarına gəlmir. Amma sabah tək çıxmalıyam, mən dırnağa getməliyəm saat 5-də. Sözün düzü özümə bir yay rəngi seçmişəm. Baxım görüm. Bir ay gedəcək, ondan sonra da artıq toy vaxtı, toya gedəndə o rəngi də dəyişəcəm, tam başqa bir fərqlə baxarıq. Hələ ki mənim fikrim, indi görürəm çoxları qırmızı eləyir. Bəlkə mən də elə qırmızı elədim, ya da aranjoy. İkisindən biri olacaq belə. Qızlar, həm də hələ nahar etməmişəm. Saat 11-dir, 5 dəqiqə qalıb 11-ə. Nahar yeməmişəm. Azərbaycan lavaşı almışam. Düşünürəm ki, bunu yumurta qaynadılmış var məndə. Xiyar, pomidor, kəsmik. Belə bir şeylə yola verim. Artıq saat 11-dir. Abedimi də təbii ki gecəyəcəyəm, şükür Allaha. Demək elə bu forma ilə də getmək lazımdır. Həmişə də deyirəm, düzgün də eləmirəm. İndi sizə bloknotumu da göstərəcəm qızlar. Hansı bloknotu deyirdim sizə, mən orada özümə hər gün yazıram. Burada qızlar mənim bloknotum. Burada mən hər şey qeyd edirəm. Burada nə yemişəm, kalori falan. Dünən buraya kimi gəldim. Bundan sonra biabırçılıq oldu deyə eləmədim. İndi bugünkü günü buradan başlayıram. Ümid edirəm ki, düzgün doğru eləyəcəyəm. Dəftər bakımı da zavat eləmişim. Yenə də hardasa pozuram. Burada bizim yeni ev sakinlərimiz var. İki papugaydı. Qız da oğlandı. İnanın bir nadişdilər, gəlin görəsən. Bir aydır hardasa evimizdə yaşıyorlar. Evi bərbad günə qoyublar da yəni. Ona görə də oğluma demişəm ki, bunlara yer tap. Bunlar mənə əsəbləşdirirlər konkret. Özümə səhər yeməyi hazırlamışam. Hələ hazırlanmamışam, sözün düzü. Burada bir dənə tazik tərəvəzdir. Demək burada xlipçılardır qızlar. Belə nazikdir. Bu pendiri götürdüm, yağsız və yumurta. Yumurta yəqin bir ədəd deyəcəm. Bu da mənim kofemdir, şəkərsiz, şəkər əlavə edəcəyinə. İndi bunların hamısını tərəziyə vurub yazacağım. Kalorinisti dəftərimə yazaram, sonra da nuş eləyəcəm. Belə hamınıza nuş olsun qızlar, mənə də həmçinin. Salam qızlar, hər vaxtınız xeyir olsun. Bu növbəti 3-cü gündəndir video. Növbəti gündən çəkə bilməmişəm. 6 bazar gəldi, evdə idim. Bugün həftənin 1-ci günüdür, yoldaşım istədi. Artıq saat 11-dir, 12 işləyir. İnanın ki, yata bilməmişəm axşam, səhər oyandım. Oyana bilmirdim də, dəhşətli dərəcədə yoxulu idim. Gördüm, yox belə olmaz, durmuşam. Getdim, proqulka elədim həyətdə, hələ 5000-ə yaxın addım verdim. 2 dəfə uzun yolu gedib qayıtmışam. Ondan sonra da gəldim, mağazədəydim. Hava da günəşdir qızlar, qəşəngdir valla. Qar əriyir artıq. İnanın ki, o qədər insan ürəyi açılır. Mənə nəsə belə günəşli hava çox xoşdur da. Həmişəki kimi qızlar mağazədəydim. Bəzi lazım olan şeyləri almışam. Kстати, mən qrupa qoşuldum bugün nəhayət ki, Aymira xanımın qrupuna. Bugündən başlayıram. Dırnağa getmişdim qızlar. Dırnaqlarımı belə elədim. Demək nə aldım bugün mağazada. Belə bir kefir aldım. Evdə qatıq eləyəcəm. Amma ki, bu hələlik mənə bugünə lazımdır. Çünki bugün mən qatıq eləsəm sabah hazır olacaq. Yəni, rediska götürdüm. Xiyar, qara gavalı, biber. Bunlar pikin kələmləridir. Salat üçün də, yəni pomidorlardır. İnanın qızlar, bunların bu saplaqları o qədər gözəl iyi verir.
Çox gözəl ətirlidir də yəni. Ay, mən sizə qoxusunu sadəcə deyə bilmirəm onun. İnanın, gələ bir tarladandır da. Хай попробуй. Вот так сделай. Вот, давайте я сделаю сейчас, подожди. Видишь, как pахнет? Elə bil həqiqətən də indi bunu tarladan yığıbsan. Belə. 30 dənə yumurta götürdüm. 15 dənə sarı, 15 ədəd qırmızı. Kivi götürdüm. Sonra məndə bitmişdi. Finiki götürdüm. Göyərti götürdüm. 2 ədəd desin götürmüşəm. Göyərti, bəli. Cəfəri idi, bir də şüyüd idi. Bıçağı götürürəm, xəvim. No biri. Bir də şeydi. Qaysı qurusu götürdüm. Burada gabalı qurusudur, burada qaysı qurusudur. Bu da finikli çay içməyə bunları götürmüşəm. Təbii ki, hamısının bir dəfəlik olmaz. Yəni ki, bir dəfə gün ərzində 2 ədəd finik haqqımız var. Bundan yəqin ki, 2 olmaz, 3 olar. Bu da elə. Çünki finiklara baxanda çox şirindir qızlar, belə. Nahara demək qızlar 2 ədəd yumurta yeyəcəm. Diye çörək bişirməmişəm, deyə xlipsi yeyəcəm və bugün özümə artıq diye çörək bişirməliyəm. Tərəziyə də çıxmamışam, çıxmağa da çox qorxuram. Bilirəm ki, orada məni bir yaxşı şey gözləmir. Amma ki, çıxmalıyam, çünki Aynur xanım məndən hesab gözləyəcək, belə. Nəsə, mən bunları yer verəliyim, gün ortaya yeməyim var deyə. Mən bugün belə arxayına. Dünən axşam bişirmişdim sulu yemək, dana ətindən. Soyutma eləmişəm və xadilikdə varımdır. Xavərlə yeyə bilmirəm, yeyəcək, ondan yeməyəcək. Bəlkə onun makaron ya qreçka elədim uşağa, baxaram yəni, belə. Qızlar, özümə indi yedik çörək hazırlayıram. Bunun içinə qlaf kəpəyi, çovdar unu, 3 yumurta, yarım stəkan qatıq, yarım stəkan su, duz, köpürdən və üzərinə küncüt səpəcəyəm çiyə toxumu ilə. Belə, tavada, duxovkada bunu bişirəcəm sobada. Sonra da üzümə günorta yeməyimi hazırlayacağım. Belə. Qızlar, belə qabda qoydum. İndi sobaya qoyuram bunu pişməyə. Sonra pişdikdən sonra mən sizə bunu göstərəcəyim. Qızlar, dünənki çörəyimin başına bir oyun gəldi. İnanın ki, özüm də şok vəziyyətində idim də, yəni. Demək, mən şüşə qabda bişirmişdim. Siz gördünüz, qazın aşağısı yaxşı pişirmir deyə sobanın. Mən onu götürdüm, qoydum sobanın üstündə. Komfortda qoydum yuxarıda. 0,5-də hətta qoymuşdum ki, bəs normal pişsin aşağısı da. Amma çox nağ elədim və yadımdan çıxarmışam, getmişəm, girmişəm duşa. Bir də çıxdım, gəldim, gördüm ki, mənim qabım da, şüşə qabım da tam çatlayıb, dağılıb, inanırsınız, əməlli başlı kuxnaya. Çörək də qalıb ortalıqda, aşağısı da biraz yanıb. Götürmək olardı, amma ki, mən risk eləmədim, çünki orada şüşə olardı, ona görə eləmədim qızlar. Və bunun bugün səhər-səhər belə çörəklər hazırlamışam. Belə tam qəşəng də alındı, görürsünüz. Belə elədim ki, şey olmasın da, yəni tam bir dəfəyə kəsmək lazım deyil. Burada artıq 9 dənə porsiya çıxdı məndə. Bu elə tam yaxşı da oldu, çünki bunu görürsünüz necə aşağısı da bişib. Amma orada bişmədi nəsə. Bunda isə bişdi, qəşəng oldu. Belə. Yemək reseptini istəsək, qızlar, mən sizə yaza bilərəm. Çörək reseptini. Burada elə çox da məhsullar getmir. Mən buna almışam, demək, belə bir ovsyanlı otrübü almışam, kəpəyi. Sonra bir də çovdar unu almışdım, qızlar. Belə çovdar unu idi. Sonra adicə 3 dənə yumurta, su, yarım stəkan qatıq, yarım stəkan su, köpürdücü və salam. Elə bunlar idi tərkibində. Və belə bir çörək alındı. Bunlar da diyetdə çox faydalıdırlar. Bugün bizdə detoksdur qızlar. Dünəndən bugünə çəkim çox möhtəşəm düşüb. Artıq 98 deyiləm, min şükür Allaha ki. 97, 200 idi. Amma biraz da az ola bilərdi. Əgər biraz gec çıxsaydım tərəziyə. Su falan içmişəm, belə. İndi sabah hətta biraz da aşağı olacaq. Çünki məndə nə deyim, detoksdur bugün. Detokslar çox çəki az düşür. Yarım stəkan qreçka islatmışam. Üzərinə su əlavə eləmişəm. Abiyada bişəcək. Hazırını ya parda eləyirəm onu adətən, amma bir balaca bişirəcəm də. Yəni evdə qatıq çalmışam dünən. Ev qatığı ilə yeyəcəm günorta. Günorta yox, adası saat 3-4 falan da yeyəcəm. Bunu isə səhərə mən bir dənə çörək və
bir çörək və yarım paçka kəsmik çay. Bu mənim zavtraqım olacaq. Bütün gün ərzində yediyim bu olacaq. Hava da qızlar bugün möhtəşəmdir. İndi istəyirəm zavtraqı eləyim, çıxım həyətə. Çıxım biraz yeriyim, addım atım. Çünki dünən də getmişdim hardasa. Ümumiyyətlə 6600 dünən addımım var idi. Yenə də min şükür. Bugün hava lap bir qəşəngdir. Məncə külək də yoxdur qədərdə. İndi biraz evləri yığışdırdım, yerləri falan, tozları aldım. Gün ortaya dana ətindən süb qoymuşam, noxudla bişir. Onun xodunu az qoyacağam və gedib 1 saat gəzəcəyəm həyətdə. Gələndə bir dənə masla alaram, paçolnuşunu da, yəni günə baxan yağ alaram bir ədəd. Və salam belə. Burada qızlar vlogu qurtarmaq istəyirəm. Çoxdan vlog çəkmirəm. İnanın ki, həvəsim də yox idi, amma görürəm ki, yox, lazımdır. Qızlar soruşurlar, hardasınız? Belə. Nəsə qızlar, hamınıza vaxtınıza görə təşəkkür edirəm. İnşallah ki, vlogların davamı gələcək.